Barama qurdu saxlayırıq, artıq 36-cı gündür. Və nəhayət hər birimizin səbirsizliklə gözlədiyimiz həmin an gəlib çatdı. Bəli, biz artıq baramaları təmizləməyə başladıq. Barama qurdu saxlama prosesinin ən sevimli anı bir başlanğıcıdır, bir də ki sonu. Sonuncu mərhələ olmasına baxmayaraq bu da çox çətin bir prosesdir. İlk öncə baramaları budaqların üzərindən təmizlədik. Hələ ikinci mərhələ olaraq da baramaların üzərindəki yarpaqları da təmizləyəcəyik. Bu isə xarab olan baramalardır. Hansı ki bəzən içərisindən qurd ölür, bəziləri yumşaqdır, bir çoxları da bu formada ləkəlidir. Təbii ki, belə baramaların qiyməti daha aşağı olur. Barama təmizləmə prosesində hər zaman əslində iməclik olur. Qonşular, yaxınlar hər biri gəlirlər köməyə. Sadəcə bu dəfə Qurban Bayramına düşdüyünə görə demək olar ki, kömək tərəfdən biraz zəif oldu. Öncə bütün baramaları budaqların üzərindən topladıqdan sonra ardınca gördüyünüz qaydada baramaları yarpaqlardan təmizlədik. Bu zaman baramalar daha ağappaq və təmiz olur. Eyni zamanda bu formada müxtəlif ölçüdə də ola bilər. Barama saxlama prosesinin ən sevdiyim tərəflərindən biri də elə budur. Sadəcə çox zaman aldığına görə çox da yorucu olur. Biraz istirahət etdikdən sonra axşam yenidən toplaşdıq və gecə yarısına qədər baramanı təmizlədik. Gördüyünüz bu barama artıq kəpənək çıxarmağa hazırdır. Bu isə içərisindən çıxdığı kəpənəkdir, daha doğrusu kəpənək olacaqdır. Baramalar isti yerdə qaldıqca onlar kəpənək çıxarmağa başlayırlar. Bu vlogda mən sizə sadəcə bir günümüzün işini paylaşdım. Növbəti vlogda isə digər damın üzərindəki baramaların təmizləmə prosesini sizinlə paylaşacağam. Növbəti və son mərhələ sizə maraqlıdırsa bizi izləməyə ala bilərsiniz.